Dur qaçma polis! Binəqədidə narkokuryerlik etdiyi üçün saxlanılan tiktokerdən 6 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Stop Narkotik Aza Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakişiyev saxlanılıb. Ondan 2 kiloqram 885 qram heroin, 1 kiloqram 230 qram tiryək və 2 kiloqram 765 qram marixuana aşkarlanıb. Səbuhi Balakişiyev narkotikləri TikTok sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edilib ki, Binəqədi rayonunda keçirilən sonuncu tədbirlər zamanı narkotiklərlə əlaqəli ümumilikdə 27 fakt aşkar edilib. Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktik tədbirlər zamanı 25 ədəd odlu silah vətəndaşlar tərəfindən polisə təhvil verilib. Digər bir əməliyyat isə Səbail rayonunda həyata keçirilib. Səbail rayonunda kuryerlərdə 12 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Stop Narkotik Aza Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail rayon polis idarəsi 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı 32 yaşlı Ülvi Rüstəmli narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 4 kiloqram marixuana, heroin, tiryək və 100 ədəd güclü təsir edici xassəyə malik tramadol həbi aşkarlanıb. İdarənin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatla 29 yaşlı Təbriz Ağayev də saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan hər iki şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. İran vətəndaşı olan Salihdən külli miqdarda narkotik, patrik, kakos, nəşə, dərman götürürəm. Faktlarla bağlı araşdırma aparılır. Növbəti əməliyyat isə Bərdə rayonunda baş tutub. Bərdə rayonunda keçmiş məhkumdan 7 kiloqram narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stop Narkotik Aza verilən məlumata görə, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı yardımçı tikilidə 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, Səyyaf Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Digər əməliyyat isə Cəlilabad rayonunda həyata keçirilib. Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Babək Kərimli saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stop Narkotik Aza verilən məlumata görə, həmin şəxsdən 13 kiloqram marixuana və 199 ədəd metadon həbi aşkarlanıb. Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, Babək Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Narkotik vasitələrlə bağlı daha bir əməliyyat İsmayıllı rayonunda baş tutub. İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 39 yaşlı Ceyhun Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stop Narkotik Aza bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 61 ədəd çətənə bitkisi aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, Ceyhun Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı isə Bakı İstintaq Təcridxanasında alınıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Stop Narkotik Aza Penitensiar Xidmətindən məlumat verilib. Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyü içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Ümumilikdə ölkədə aparılan mübarizə tədbirləri çərçivəsində digər əməliyyat nəticələri də açıqlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 19-da ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə, 101 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə bitkisi götürülüb. Yabanı halda bitmiş 9865 ədəd çətənə bitkisi isə aşkar olunaraq məhv edilib. Ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.